Axşamınız xeyirli olsun. Rəsmi tərəfdaşımız Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Avtostop efirdədir. 106.3 FM Avtostop radiomuz da efirdədir. Buyurun 497-46-22-yə zəng edə bilərsiniz. 8155 SMS-ləriniz qəbul olunur. Hörmətli dinləyicilər, yol hərəkətinə bağlı istənilən sualı bizə ünvanlamağınız mümkündür. Biz deyəndə artıq mən tək deyiləm. Bəli, həftənin cümə günü olduğu kimi, hər cümə olduğu kimi Aqil Rəhimov Qəza əleyhinə kursları məşqçisi Aqil Rəhimov bugün studiyamızda qonaqdır həmişə kimi və sizinlə bərabər biz çalışacağıq ki, yol hərəkəti qaydalarının təhlükəsizliyini, səbəblərini izah edək və nə üçün yol hərəkəti qaydalarına izah olmalıdır? Ümumən yol təhlükəsizliyi təbliğ olmasından söhbət açacağıq. Yol hərəkətinə bağlı sualınız varsa 497-46-22-yə zəng edirsiniz. 8155 SMS-ləriniz qəbul olunur. Aqil müəllim, salam əleykum. Axşamınız xeyir. Aqibətiniz xeyir olsun. Necəsiz? Yaxşı. Gözləriniz parıldayır. Hesab edirəm ki, siz yaxşısınız bugün. Yəqin. Yorulmamısınız? Yox. Tələbələr işləndə yorulma olurmu? Bilirsiniz necədir? Tələbələrdən qətimən yorulmuram. Yolların tıxaclarından. Bu şükür Allah'a bu 2 gündə əladır yollar. Yollar 2 gündə əladır. İndi bilmirik ayın 1-dən sonra nə olacaq. Daha doğrusu sabahdan nə olacaq? Çünki sabahdan etibarən biləsiniz 28-dən bu gecə saat 12-dən etibarən Tbilisi prospektinin Salamzadə küçəsi ilə kəşməsindən Həsən Əliyev çıxışına qədər yolu bağlayacaqlar təmirlə əlaqədar, amma 20 yanvar metro stansiyası istiqamətində yol açıq olacaq. Bunu biləsiniz, amma Salamzadədən istifadə edənlərə bir qədər çətinlik yaranacaq. Ona görə tələbələriniz o tərəfə getmir. Yaxşı olar Allah qorusun. İnşallah. Və telefon xəttində ilk dinləyicimiz var. Onun adı Cavidandır. Onu işlə. Cavidan, salam əleykum. Ha Cavidan. Cavidan getdi oppalara. Nəysə. 497-46-22 zəng edirsiniz, 8155 SMS-ləriniz qəbul olunur. Aqil mən bir məsələyə toxunmaq istəyirəm. Bugün indi biraz şən əhval-ruhiyyədə danışırıq, amma dünən gecə o qədər də şən olmayan bir hadisə baş verib. 17 yaşlı uşaq sükan arxasında qəzaya düşüb və bu qəza nəticəsində o avtomobildən çıxa bilməyib və çox təəssüf ki, yanaraq vəfat edib. Belə məlum olub ki, o çox sürətlə gedib. Qarşısına nəqliyyat vasitəsi çıxıb, idarə etmədən nəqliyyat vasitəsi çıxıb və aşıb. Bizdə bu adət var. Biz uşaqlarımıza, yəni sizə mənə aid deyil bu təbii ki, amma ümumilikdə bir millət və xalq olaraq deyirik ki, biz adətən öz uşaqlarımıza sükan veririk. 17 yaşı var, məktəbi təzə qutarıb, bəlkə də indi attestat alıb, diplomla bitirib, medalla bir fərq eləməz. Biz uşağımıza vaxtı çatmadan nəqliyyat vasitəsini veririk, o sürətlə hərəkət edir və ya qucağımızda otururuq. Uşağa sükan verilməsinin nəticələri bu ola bilər. Başqa nə ola bilər uşağa sükan verməyə və bunun təhlükəli tərəfləri haqqında? Tural, Allah rəhmət eləsin. Məsələn, bu hadisənin incəliklərini biz bilmirik, nətər olubdur. Amma ümumiyyətlə, uşağa elə bir ki, 18 yaşına qədər sükanı etibar etməyə düzgün deyil. Birinci də səbəb, bilirsiniz necədir? Bəzi valideynlər fikirləşirlər ki, uşağın ayağı, qolu rula çatırsa, pedallara çatırsa, deməli, hər şey düzəlibdir. Və adətən bizdə belə fikirləşirlər ki, özüm öyrətmişəm də. Hələ bilmir özü o insan nə öyrədib. Çünki siz özünüz bilirsiniz ki, indi qəzadan qorunmaq üçün o qədər xırdalıqlar var ki, bunu hər adam öyrədə bilməz. Əsas odur ki, müəyyən yaşa qədər, heç olmasa 18 yaşa qədər o məsuliyyət hissi var. Uşaqdır da, məsəl üçün. 18 yaşına qədər bu olmur. Bəzi adamlarda heç 30 yaşında da olmur, açığı. Amma ümumiyyətlə, yenə belə qəbul olunub ki, 18 yaşına kimi bu qəbul olunub da sükan verilməsə yaxşıdır. İkincisi də bir xırda məsələ deyim. Niyə hadisə olur bax kənd yerlərində? Orada yaşayış zonası deyil də, yoxdur orada. Amma əsl elə yaşayış zonası elə bu bağ yollarıdır. Bu bir. İkincisi, bağ yollarının xatası nədir? Bir balaca enli toz yolu olur və balaca tozlu kəsşən yollar. Və enli tozlu yolda gedən adam elə bilir ki, baş yoldadır. Amma siz özü bilirsiniz ki, yolun baş olması və yaxud baş olmaması o yolun eni ilə və tozu ilə deyil. Yəni ki, sağ əl qaydası olmalıdır da. Sağ əl qaydası müəyyənləşdirə bilmirsiniz, asfalt və ya bərk örtüyün olması. Siz partizan yollar deyirsiniz. Əsl partizan yolları oradadır və əsl partizan kimi ehtiyatlı sürmək elə o yollarda lazımdır, Tural. Bir məsələyə toxunmaq istəyirəm. Suallar var, onları da cavablandıracaq. Bir məsələyə toxunmaq istəyirəm. Elə bu Heydər Əliyev prospekti, aeroport yolu dediyimiz Mərdəkan deyirlər. Xalq arasında Mərdəkan trası deyirlər. Həmin yol sürətlidir. Saatda 110, 120 və bir tərəfdə isə 80 sürət verilir. Təbii ki, siz 110-la gedirsiniz. 110-la gedən sürücünü hansı təhlükə gözləyə bilər və hamaxı 110-la getir, bunun 120 və 130-la gedən var. Bu zaman həmin yolda, sürətli yollarda, xüsusi sürətli avtomagistrallarda sürücü nəqliyyat vasitəsini necə yerləşdirməlidir və nələrə hazır olmalı?
Tural, biz sizlə dəfələrlə öz dərslərimizdə də ümumiyyətlə sürücünün düzgün yolda maşını düzgün strateji yerləşdirməsindən gedir söhbət. Və bir neçə dəfə demişik ki, o 4 dənəli yol var. Mən məsəl üçün məsləhət görərdim ki, məsəl üçün lap elə yeni sürücüdə, lap 3 ilində sürücüsü sağdan ikinci zolaq ən xətasız zolaqdır. Çünki orada hardasa elə bir ki 80-100-ə icazə verilir. 80-100 olur. Çox adam deyir ki, mən 3-cü zolaqda gedirəm də, məsəl üçün 110 ilə gedirəm. O zolağın qorxusu ondadır ki, ondan solda 120 ilə bir zolaq var və bilirsiniz də bəzi bizim sürücülər 120 icazə verəndə 150 ilə gedirlər. 110 icazə, yəni elə bir belədir də. Ona görə hər bir yanınızdan ötüb keçən, o siz 110 ilə normal gedəndə 120 və yaxud 150 ilə keçən avtomobil sizin maşınınıza Allah eləməmiş bir balaca toxunsa, bizim maşınımız rusça valı çox da Azərbaycanca bilmirəm. Ona görə o sola yaxın, həmişə dediyim kimi, sola yaxın zolaqlar o dünyaya yaxındır, Tural. Sola yaxın zolaqlar o dünyaya yaxındır. Yəni hörmətli sürücülər, bu elə belə deyilməyim. Çünki biz dəfələrlə bir yerdə məşq edəndə Aqil müəllimlə yolun sol tərəfindən gedəndə qarşıdan gələn nəqliyyat vasitəsi var. İndiki halda qarşı tərəfdə dəmir ara kəsmələrdir və əlavə olaraq onu da qeyd edim ki, arxadan gələn nəqliyyat vasitəsi sizdən çox sürətli ola bilər və yığışdıra bilməz. Dəydikdə isə aşma baş verə bilər. Salam Tural, əgər məni Dövlət Yol Polisi inspektorları əllə saxlayır, mənim ixtiyarım var, onu saxlamayım. Ümumiyyətlə Dövlət Yol Polisinin inspektoru sizi saxlama üsulları var. Bu yol patrul xidməti haqqında təlimatda açıq-aydın göstərilib. Lakin bu o demək deyil ki, o əlindən saxlayıbsa, o demək deyil ki, siz ona tabe olmamalısınız. Baxmayaraq ki, məsələn, tutaq ki, əlində jezl yoxdur. Biz çünki bilmirik o bizi hansı məqsədlə saxlayır. Yox, əgər bizə saxlasa ki, sən qayda pozmusan, bu zaman onun prosedur qaydalarının pozması ilə bağlı siz Daxili İşlər Nazirliyinə şikayət edə bilərsiniz. Salam Tural, Aqil müəllimi də salamlayıram. Sualım odur ki, bu dairəyə yaxınlaşanda niyə nişanın üstünə yol ver nişanı qoyulmur? Yalnız dairənin nişanı qoyulur. Yəni mən izah eləmirəm, Aqil müəllim, siz də yəni. Tural, bir dəfə də izah eləyək. Mən qaydalar nə deyir? Əvvəlki illər, bir neçə il bundan əvvəl dairələrdə sağ əl qaydası idi də. 2007-ci ilin 6 noyabrından dəyişikliklər oldu və belə bir şey yazıldı ki, qaydalarda dairəyə yaxınlaşdıqda dairə üstünlük nişanları ilə elə bir nizamlanmırsa və mən əlavə eləyim, indi başqa müddəalardan bu çıxır ki, nizamlayıcı yoxdursa və oranı idarə etmirsə, məsələn bizdə yoxdur, amma məsələn başqa ölkələrdə, şəhərlərdə məsələn svetofor hətta dairəni idarə edir. O da yoxdursa, yol dairədəkinindir. Burada çətin bir şey yoxdur. İndi söhbət ondan gedir ki, bəzi dairələrdə, məsələn Ukrayna dairəsində, məsəl üçün orada baş yol işarəsi qoyulub, o bir tərəfdən üstünlük nişanlarından stop qoyulur. Bəzi yerlərdə qoyulmur. Və orada qoyulduğuna görə bəzi adamlar belə deyirlər ki, bəs başqa yerlərdə niyə qoyulmur? Qardaş, hər şeyin axırı qanun deyilmi? Qanunda da yazılıb da, yazılmır ki, mütləq qoyulmalıdır. Deməli, düzdürmü? Ona görə bu bir. İkincisi də ki, valla hər yerdə 50 yerə qoysalar, sonra o 55-ci yer var ha. Ora qoyulmayanda sürücülər deyəcəklər, sürüb gedəcəklər kamazın altına. Soruşanda deyəcəklər, niyə? Deyir, o 50 yerdə var idi, 5 yerdə yox idi, mən də getdim. Yəni bilirsiniz necədir? Qaydalar yazıb ki, nətərdir? Dairədirsə, üstünlük nişanın yoxdursa, deməli dairənin yol vermək lazımdır. Yəni mütləq olaraq dairənin yanında yol ver nişanının olması qaydalarda yoxdur. Yox. Sadəcə olaraq sürücüləri bu dairəyə öyrəşdirmək üçün bəzən Ukrayna dairəsində bunu etdilər. Çətin yerlərdə qoydular ki, dairəni buraxsınlar. İndi öyrəşdirdilər, sonra yol ver nişanını yığışdırdılar, o dəqiqə zəng gəldi ki, axı var idi, niyə yoxdur? Yəni dairəni buraxmaq lazımdır. Bəli. Mərdəkan yolunda 120-lik yolda 120-dən yuxarı sürəndə radar çəkir. Bəs 80 ilə gedəndə niyə radar çəkmir? Ümumiyyətlə radar yüksək sürəti çəkir, aşağı sürəti çəkmir. Aşağı sürətlə getdiyiniz halda radar sizi çəkə bilməz. Bir məqama qeyd edilir. Yəni bu sualdan sual doğur. Nişanı görmür sürücü, təbii ki ona görə məsuliyyət daşıya bilməz. Mən görmürəm bu nişan. Yəni təbii ki onun söhbət standartına getmir, görünməyindən gedir. Və ya svetoforun rəngi bilinmir. Svetoforun rəngi bilinmirsə, təhlükəsiz olaraq sürücü nə etməlidir? Tural, biraz izah eləyin. Rəngi bilinmir nədir? Yəni işləmir yoxsa... Yox. İşləyir, amma üzəri tozdur və gün düşür. Və siz onun qırmızı, sarı, yaşıl olduğunu görmürsünüz. Bəli. Bu zaman sürücü təhlükəsizlik üçün hansı qərar... Yəni qanun tərəfini izah eləmirik. Sırf təhlükəsizlik üçün. Həmin anda sürücünün hansı qərar... Məsələn, tutaq ki, Aqil müəllim hansı qərarı verməlidir? Tural, sualı çox gözəl başa düşdüm. Hətta mən bunu biraz inkişaf etdirəcəm bu sualı. Görməyəndə ehtiyatlı olmaq lazımdır, aydın məsələdir ki, ehtiyatlı. Çünki günəş də düşə bilər.
eləyirlər. Bunun axırı nədir də? Yəni ehtiyatsız olsan gəlib vurub öldürə bilərlər. Sonra da məlum olar ki, orada hər halda yaşıl yanırdı, günəş başa. Yəni çünki əks tərəfdə ola bilər svetofor yaxşı görünür, biz tərəfdə pis görsün. Tural, mən bunu hələ bu sualı bir balaca inkişaf elətdirim. Bax bu dəqiqənin özündə bir 10 gündür belədir. Nərimanov rayonunda elə bir ki, əvvəllər Leningradskaya çıxırdın, o elə bir ki, Keşlə tərəfdən gələndə, orada bir dənə svetofor var. Deməli, yaşıl lampoçkası xarabdır onun. Yəni yaxınlaşırsan, qırmızı xarabdır. Yaşıl normaldır da məsələn. Yaxınlaşırsan o yol aracına, heç nə yanmır da, elə bir ki, qırmızı da işləmir. Deməli, ehtiyatsız sürücü məsəl üçün o dəqiqə sürər də, işləmir də, işləmir sağ əl qaydası zaten. Amma mən oradan axı indi bir şey də var da, biz özümüzü qorumalıyıq da. Mən oradan keçəndə orada fikir verdim ki, yox, yaşılı yanır, qırmızısı xarabdır. İndi bu halda təhlükəsizlik üçün nə etmək lazımdır? Əlbəttə vaxtım olsaydı mən gedib deyərdim də lazım orqanda. İndi vaxtım olmayıb ki, orada lampoçkanı dəyişmək lazımdır. Amma hələlik nə etmək lazımdır o düzələnə qədər də, düzdür? Orada bilirsən də o birilər işləyir. Qırmızı lampa işləmir, ümumiyyətlə svetofor o anda işləmir. İndi sizcə təhlükəsizlik üçün nə etmək lazımdır? Sürüb getmək lazımdır. Sağ əl qaydası lazımdır? Yox. Orada məsəl üçün mən və ehtiyatlı sürücülər durub gözləyirik, heç nə yanmayan svetofora gözləyirik, sonra yaşıl gedirik. Buna pisdir be. Amma pis deyil, amma bir şey var. Mənim eyni proses Bakıxanov bazarının sağ tərəfi Qaraçuxura çıxan yolda. Orada qırmızı ilə yaşıl bir yerdə yanır. Yəni qırmızı tək yanır, sarıya keçir, yaşıl yanında qırmızı ilə bərabər yanır. O vəbşi dəhşətdir. O sveton muzikadır. Amma tutaq ki, mən şəhəri tanımıram. Siz bilirsiniz ki, orada qırmızı yanmır, yaşıl yanır. Bəli. Mən gəlirəm, sola fikir verməm. Baxıram, sol gəlir. Amma mən baxıram, məndə yanmır. Məni buraxmalıydılar. Nə etmək lazımdır? Həmin anda nə etmək lazımdır? Buyurun. Tural, bilirsiniz necədir? Mən sizə bu günləri çətin vəziyyət Yox, çətin zad vəziyyət deyil. Tural, biz danışmışdıq ki, bu şəhərdə məsəl üçün xatalı sürənlərin əlindən məsəl üçün çox ehtiyatlı olmaq lazımdır. Partizan kimi sürməli. Siz deyirsiniz də, gəlirik, mən qonağım. İndi tutaq ki, qonağam. Mən belə yaxınlaşmışam, heç nə yanmır. Mən nətər bilim ki, mənə qırmızı. Tural, qarşı zolaqda dayanıblar. Düzdürmü? Onlar ki, getmirlər. Deməli, yaxşı sürücü o qədər fikirləşməlidir. Yaxşı, mənim tərəfdən heç nə yanmır. Mən sağ əl qaydası ilə getməliyəm. Bəs qarşıdakılar niyə getməyiblər, hamısı durublar? O tərəfdən axı onlara qırmızı yanır. Bax, belə şeylər var, Tural. Yəni, necə fikirləşirsiniz? Nə qədər realdır ki, bizim sürücülər sükan arxasında bütün bunları analiz eləsinlər? Valla, biraz belə yekə başda çıxmazsınız. Mən kursuma gəlsələr, məncə başları çıxarır, sizin ki, başınız çıxır. 497-46-22 zəng edirsiniz, 81-55 SMS-ləriniz qəbul olunur. Gələn SMS-lər var, oxuyuram, cavablandırıram. Amma görək hava sabah necə olacaq? Salam, mən Aqil müəllimin kursuna getsəm, yenə 2 dəfə hüququm olacaq imtahan verməyə. Mən müstəqil hazırlaşmışam, heç vaxt imtahan verməsəm daha yaxşı öyrənmək üçün Aqil müəllimin kursuna getmək istəyirəm. Aqil müəllimin kursuna getmək üçün siz www.profi-s.com saytına daxil olursunuz. Digər bütün nüansları Aqil müəllimlə şəxsən danışıb dəqiqləşdirə bilərsiniz. Yəni efirdə Aqil müəllimin reklamı ilə məşğul olmaya xahiş edirəm. Yəni Aqil müəllim burada hərəkətin təhlükəsizliyini təmin etmək üçündür. Salam, mənim vəsiqəm 2006-cı ildə məhdudlaşdırılıb. Mən indi onu hardan götürə bilərəm? Hansı orqan məhdudlaşdırılıbsa, oram. Aqil müəllim, bir məsələyə toxunaq. Qalan SMS-lər var, oxuyacağam təbii ki, vaxtımız hələ var. Bizim sürücüləri xarakterik səhvləri və idarə etmə üsulları. Yəni bir tıxacda və ya tıxacsız. Adətən bizim sürücülər, məsələn indi bir xanım yazıb sizin kursunuza gəlmək istəyir. Siz ona təbii ki yolda bax qarşıdakı sürücü necə hərəkət edir onu deyəcəksiniz. Bizim sürücülərin gəlin yenicə başlayanlar var, yenicə sükan arxasında yerləşənlər var ki, özlərini necə qorusunlar qarşıdan, yandan gələnlər. Yəni bizim əsas sürücülərimizin çoxluğun hərəkətləri, nüansları nədən ibarətdir? Tural, yaxşı sürücülərimiz çoxdur. Amma bir hissə, məsələn indi onu dəqiq statistika aparmaq olmaz. Mən hiss elədiyimdən bir 15, 20, 25% özünü biabırçı aparır. Və yeni sürən sürücü həmin o biabırçı özünü aparan sürücüləri vaxtında, kökündə hiss eləməlidir. Buna da bir balaca diqqətli olmaq lazımdır. Deməli, özü nətərdir? Mən sizə deyim, əgər tıxac yoxdursa, nisbətən normal vəziyyətdirsə, insanların elə 95% özünü normal aparır. Elə ki vəziyyət ağırlaşır, elə ki vəziyyət bir balaca qarışır, maskalar cırılır. Maskalar çıxır və iç üzü çıxır. Bilirsiniz necədir? Demək olmaz ki, məsəl üçün o pis sürənlər qanunları bilmirlər. Bəyəm insan lap pis sürən olsun, nə olsun, qırmızının qırmızı olduğunu bilmir. Yox. Aləm qarışanda özlərini çox pis aparırlar. Bunu da hiss eləmək mümkündür də. Yəni o jorgunlu, rusca jorgunlu, o deməli mən onu isterik, deməli zolaqdan zolağa isterik oplanmaq deyirəm.
Yəni bir balaca zolaq olan kimi aydın məsələdir ki, əgər tıxac varsa, zolaqları çox dəyişməyin heç bir mənası yoxdur. Bu tıxacın üzvləri təxminən eyni vaxtda gedib B nöqtəsinə çatacaqlar. Amma elə insanlar var ki, onlar elə bilirlər ki, A nöqtəsindən B nöqtəsinə toplarsalar, soldan sağa, sağdan sola, bunlar xatadırlar. Zigzagvari hərəkətlə daha tez çatırlar. Birinci növbədə, çünki onlar güzgü ilə işləmirlər. Onlar güzgüyə yalnız üzlərini qırxanda baxırlar, Tural. İnanın mənə. Hə, belə hiss eləmək lazımdır. O deməli qaza çox verirlər. Bax bir o avtoxuliqanlığın elə ilk elementləridir də. Yəni təzə sürənlərdə bu qazı risk prakrutka yerindən tərpətmək. Bunlar hamısı elə düzgündür ki, cərimələr artırılıb. O deməli bilirsiniz necədir? Hamı sakit sürəndə olur tırka verəndir. Bəli. Bax 1-2 nəfər aləmi qaçdıranda bir 20-30% də yoldan çıxardırlar. Deyirlər o soxdu, mən də getdim. Ona görə onlarla elə yaxşı ki, polis mübarizə aparır. Elə bax belə nə deyim, hiss eləmədilər. Yəni yerindən götürmə tərzi. Hətta yerindən götürmədən уже bilinir ki, bu mədəniyyətsiz adamdır. Salam, mən aeroport yolunda 120 olan yerdə 172 ilə radara düşmüşəm. Amma mən bu sürətlə sürməmişəm. Mən bunu necə sübut edə bilərəm? Təkrar edirəm və bir dinləyicimizə dediyim kimi, siz həmin radarın sertifikatını istəyirsiniz, daha sonra həmin radarın düzgün işləyib işləmədiyinin sübutunu istəyə bilərsiniz. Yəni yenidən radarın yanından 120 ilə keçirsiniz, ölçürlər doğrudan 172 çəkib, yoxsa yox. Sərnişin kəmər taxmayanda cərimə nə qədərdir? Sərnişin kəmər taxmırsa onun cəriməsi 20 manatdır. Mənə zəng vurublar ki, kameraya düşmüşəm. Ödəmək üçün gəlməliyəm Baş Dövlət Yol Polisi İdarəsinə. Getməliyim yoxsa məktub gəlməlidir yazıb göndəriblər. Sizə məktub gəlməlidir. Amma birinci dəqiqləşdirmək lazımdır ki, siz nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edirsinizmi? Bəlkə birinci sahibinə göndəriblər və 370-ci maddəyə uyğun olaraq sizə zəng edib məlumat verirlər ki, qardaş, mən sənə bildiriş göndərmişəm, bildirişin tərkibi haqqında məlumat verirlər. 5 mərtəbə tərəfdə Xarici İşlər Nazirliyinin yanında quraşdırılmış nişan görünüşün ağac məhdudlaşdırır. Aidiyyəti orqanlar bu məsələyə ciddi yanaşsalar yaxşı olar. Çünki dairədən çıxanda sürət həddini düzgün seçməyən sürücü ola bilər. 5 mərtəbə tərəfdə Xarici İşlər Nazirliyinin yanında nişanın üzərini ağac örtülməlidir. Müvafiq qurumlar ona uyğun hərəkət edin. Əgər yolda tıxac varsa və mən o istiqamətə getdikdə yolu bağlayaramsa, mən sola icazə olmadan dönüb hərəkətimi davam etdirə bilərəmmi? Tıxacda ümumiyyətlə hansı güzəştlər var? Tıxacda müəyyən güzəştlər var. Tural, deməli qaydalar nədir? Düz gedirsənsə, görürsən ki, sən yol ayrıcından çıxa bilməyəcəksən. Yəni yol ayrıcına girəcəksən. Sağdan soldakının da yolunu bağlayacaqsan, amma ondan o yana çıxa bilməyəcəksən. Qaydalar deyir ki, girmə. Deməli, o girirsə, ona cərimədə yazıla bilər, deməli, qəza şəraidə yazıla bilər. Amma orada güzəşt nədən ibarətdir? Qabaqda yol ayrıcından keçən kimi orada elə bir ki, tıxac var, amma qaydalar sağa icazə verir dönməyi və sola icazə verir. Və sən yol ayrıcına girib sola gedəndə və sağa gedəndə sən yol ayrıcında qalmırsan, sürüb gedirsən. Bax bu halda yol ayrıcına... Amma dediyi, vətəndaşın dediyi halda sola və geriyə sola və sağa dönmək qadağandır. Ancaq düzü nədir? Bu isə bu ancaq sola dönür. Sola qadağandır, sola dönür. Bəli, sola dönər cəzasını alır. Yəni o mənada sizə güzəş yoxdur. Yəni bunu sadəcə biləsiniz. Salam Tural, sualım budur. Vəsiqəm məhdudlaşdırmaya gedirsə 1 illik, bu zaman nə etməliyəm? Yenidən vəsiqə almalıyam. Xahiş edirəm aydınlaşdırasınız. İlqar yazı göndərib İlqar. Sizin sürücülük hüququnuz 1 illik məhdudlaşdırılırsa, İnzibati Xətalar Məcəlləsinin 456.2-ci maddəsi var. 456.2-yə əsasən sürücülük hüququnuzun məhdudlaşdırılması 1 ilə qədərdirsə, məhdudlaşdırma müddəti bitdikdən sonra sizin vəsiqəniz sizin özünüzə qaytarılacaq. Yazırlar bizə. Radar üçün amma əla yer tapırlar. Gör birinin qabağını nəyinəsə kəsirlər. Vüqar Ağdamlı yazıb göndərib. Artıq radar axı başqa mənbədir. Yəni radar bilavasitə sürücünün cəzalandırılması üçündür. Amma hərəkət sürətini əməl etsəniz, radarın gizlədilməsi sizi narahat etməyəcək. Elə deyilmi Ağdamlı? Tural, elə mən onu demək istirdim. Tural, məsələn ki, bəzən görürsən ki, hətta insanlar bir-biri ilə, dostları ilə bölüşürlər, falan yerdə radar var. Siz inanırsınız ki, mən şəhərdə radarların harda olması ilə bilə-bilə maraqlanmıram. Bilirsiniz ki, onun yerini niyə maraqlanırsan? Mənim heç xəbərim yoxdur. Mənə zəng gəlib soruşanda mənə bu maraqlı deyil. Niyə görə? 60 sürürsən, 80 sürürsən. O radarın yerini neyinirsən ki, biləsən orada çox məsəl üçün orada yavaş sürəsən, sonra bəh sürəsən. Axı bunun axırı qəza ilə qutarır. Valla mən maraqlanmıram. Nə lazımdır o, nə icazə verilir ondan sürürsən, radarlarla maraqlanmırsan. İllərlə sənə məktub deyirsiz də, nə zəng olur, nə məktub olur. Biri siz, biri neçə ayda sürürsünüz? Mən harısı fevral ayında. Gəlib eləməyib ki işinə? Bir-iki dəfə gəlib, amma başqa şeylə gəlib. Başqa şey gəlib. Toya dəvətnaməyə də gəlib. Tural, inanmazsınız, mənə 30 ildə işinə gəlmir. Bəli.
30 il gəlmir, heç nə gəlmir. Nə radar gəlir, nə heç nə. Aqil müəllimin saytını xatırladıram. www.profitcefis.com əlaqə saxlayırsınız, kurslara gedirsiniz və sizə 30 il ərzində nə məktub gələcək, nə də zəng gələcək. Salam dostlar, bu aeroport yolunda 5 kilometrlik tıxacdan səbəbi olan yeraltı keçid yəqin ki, ən xadava keçid olacaq. Əvəzinə axşam dənizdə çıxacağam arxitektor yazıb göndərib. Çox güman ki, siz həmin o Heydər Əliyev prospektində Şəfa stadionunun yaxınlığında olan keçiddə tikinti ilə bağlı ləngiyirsiniz, amma hesab edək ki, siz dənizə hələ də saat 9-da da gedə bilərsiniz. Amma qaralmağa yox. Antiradar işlətməyə icazə varmı? Bir də elə edin ki, prava kimi onlayn maşın nömrəsini yazıb qayda pozuntulara baxmaq olsun. Cəmaət qalıb Xırdalan yolunda yazıb göndərirlər. Antiradar və o tipli cihazların hamısı, yəni sürəti ölçməyə mane olan və ya maneçilik törədən cihazların hər biri qadağandır. Antiradar, radar detektor və bu tipli cihazlar. Yəni sizin qanunu pozmağınızın üstünü örtən hər hansı bir cihazdan istifadə etməyiniz yaxşı bir hal deyil. Yəni qaydanı pozmusunuzsa ona belə deyək, onun məsuliyyətini daşımağa cürətiniz olsun. Xarici İşlər Nazirliyinin yanında svetofor quraşdırılıb, üzü SMS yarımçıqda Hayif. Yenə də Musadır. Mən telefonla heç nə etmirdim və dövlət yol boyusu bunu gördü. Protokol tərtib etdi. Lakin mən protokola qol çəkmədim. Sənədlərimi təhvil aldığıma qol çəkib sənədləri aldım. Bu məsələnin axırı nə ola bilər? İnzibati protokoldan şikayət edin. Həmin telefonla bağlı deməli, gedən SMS-lər, gələn SMS-lər, internet trafik və gedən zənglər, gələn zənglərin hesab fakturasını mobil operatordan çıxardın. İnzibati protokola tikin və inzibati protokoluna şikayət məktubu göndərin ki, mən həmin dəqiqə üçün hər hansı bir fəaliyyətdə məşğul deyildim. Və salam, inzibati protokolun ləğv olmasına nail ola bilərsiniz. Gəlin bunu situasiyanı şərh edək. Həyətə girmək istəyirsiniz, qarşınızda qoşa xətdir, qırıq-qırıq hissəsidir. Dönməyin nəsə bir təhlükəsi ola bilərmi? Əgər qırıq-qırıq xətdirsə, mən buraxıram qarşısına, sonra dönürəm və polisin məntiqini başa düşmək üçün soruşuram. Tural, bilirsiniz necədir? Polisin məntiqi haqqında heç nə deyə bilmərəm. Onu mən deyərəm. Onu siz deyirsiniz. Amma ümumiyyətlə mən bilirəm ki, o həyətə ya dönmək olar, ya dönmək olmaz. Ümumiyyətlə nə tərdir? O məcburi edici nişanlar var. Bax, birinci ondan danışaq, yəni kompleksi danışaq. Deməli, yol ayrıcını çatana qədər o düz işarəsi tutaq ki varsa, o həmin yol ayrıcına aiddir. Həmin yol ayrıcından sonra yenə də göy rəngdə, o göy rəng düz işarə varsa, o deməli sağa həyətlərə icazə verilir, opşi hərəkət götürməkdə, sola dönməyə icazə vermir. İndi yəni demək istəyirəm ki, onu təsəvvür etmək. Tutaq ki, heç bir işarə yoxdur. Və orada qırıq-qırıq işarə varsa, indi baxır orada iki qoşa xətt varsa, və biz tərəfdən qırıq-qırıq varsa, biz o həyətə sola, qarşıdan gələnləri, düz gələnləri, hətta o həyətə dönənləri də buraxaraq biz ora dönə bilərik. Mən belə təsəvvür edirəm. Və yeri gəlmişkən Akademik Şəfaət Mehdiyev küçəsində orada qoşa xəttdir. Düz svetofora qədər. Yəni bir televiziya kanalı var. Oraya, yəni Salyansk kazarmanın qabağından gedən küçə. O küçə Şəfaət Akademik Şəfaət Mehdiyev küçəsidir. Orada qoşa xətt var. Məhəlliyə dönmək üçün sizcə bizim sürücülər nə ediblər? Demək gecə vaxtı onu kraskanı pozublar. Yəni hiss olunur özü. Bəli, qara bir qırıq əvvəl mən məhəlləmə dönməliyəm. Halbuki o getməli svetofordan geri dönüb qayıtmalıdır. Bax bu halda nə deyim? Bax belə şeylər ola bilər. Hətta məsəl üçün kimsə məhəllə uşaqları da eləyə bilər. Hərdən məsəl üçün bəzi sürücülərdə orada işarə yox idi, küləkdən düşmüşdü. Burada ola bilər. Sağ qalmaq istəyirsinizsə, o qonşuların o pozduğu yerdən keçməyin. Çünki burada nə ola bilər? Siz oradan dönəndə hadisə ola bilər, düzdürmü? Sonra siz qayıdacaqsınız ki, olar. Orada bilinəcək ki, onu məhəllə uşaqları eləyiblər. Siz inzibati də cəza çəkəcəksiniz. Ola bilər ki, ağır hadisə olsa cinayət məsuliyyətidir. Yəni belə şeylər hamısı boş şeydir. Bu əllə elənən bilinir axı. Düzdürmü? Ona görə özün deməli qanunda nə var onu eləmək? Həmin küçədə məhz gedib svetofordan dönüb geriyə qayıtmaq lazım. Çətindir. Təxmini 1 kilometrdir. 1 kilometrdir də, indi 2 dəqiqədir də. Dəyərmi? Dəyməz. Yazırlar, Bayıldan Dağüstü parka qalxanda yola dəmir stolba bastırmışdılar. Neçə aydır onu kəsiblər. Yerdən bir qarış hündürlükdə kötüy qalıb yazıb göndəriblər. Bu təhlükəlidir. Bir təhlükəli məqamını sizə deyim, hörmətli sürücülər. Bu deməli Zığ avtobanı deyirlər, aeroporta gedən beton yolda. Onun sağ və solunda təmir işləri gedir. Lakin bu təmir işlərində təmir işinin getməsi ilə bağlı hər hansı bir xəbərdarlıq nişanı yoxdur. Və gecə vaxtı siz yaxın vuran ışıqları yandıranda işıq qaytarıcılar təbii ki o işıqları sizə yaxşı qaytarmır, çünki toz torpaqdır və işıq qaytarıcılar tutulub. Siz
belə deyək də dальний işıqla, yəni uzaq vuran işıqlarla hərəkət edəcəksiniz. Bu sizə təhlükədir. Nəyə görə deyim? Çünki yolun sağında o təpələr var. Siz təpələri birdən görəcəksiniz. Yəni birdən qarşınıza çıxacaq. Çünki o uzaq işıq uzağı göstərir. Yaxındakıları siz aydın görməyəcəksiniz. Ona görə siz təhlükə ola bilər. Yəni zığ avtobanında hərəkət edən zaman sağ kənar zolağı tutmayın. İkinci zolaqla hərəkət edin. Yəni Aqil mənmişkən daha təhlükəsiz ikinci zolaq. Sağ kənar zolağı tutsanız, orada süni qum təpəciklərinə və süni nərdivanlara rast gələ bilərsiniz. Aqil müəllim studiyamızda qonaqdır. Qəza əleyhinə kursların məşqçisi və Aqil müəllim, mən bir neçə məsələyə toxunmaq istəyirəm. Söhbət nədən gedir onu sizə deyim. Siz öz məşqlərinizdə adətən tələbələrinizə birinci nəyi öyrədirsiniz? Mən bilirəm nəyi öyrədirsiniz. Amma təbii ki, bizə qulaq asanlar bilməlidirlər ki, Aqil müəllim belə danışır, hər 5-ci gün gəlir. Nə öyrədir? Yəni Aqil müəllim nə öyrədir? Tural, mən öz kurslarımda insanlara təhlükəsiz düşünmə tərzini öyrədirəm. Siz inanmazsınız Tural, hadisələrə düşməmək üçün birinci növbədə insanda təhlükəsiz düşünmə tərzi olmalıdır. Bu nə deməkdir? Bilirsiniz necədir? Bəzi insanlar elə bilir ki, bax, qaydaları öyrənəcəm, qaydalarla sürəcəm, ilkin vərdişlərim olacaq, öz yolumla gedəcəm də. Bilirsiniz, əslində belə də olmalıdır. Əgər ətrafımızdakı bütün sürücülər də qaydalara əməl eləsəydilər, bu özünə doğruldadır. Amma praktika göstərir ki, cəbhə var, Tural. Yaxşı sürücülərlə pis sürücülərin arasında cəbhə var. Elə bir ki, o pis sürücülər səhər yalnız ondan görə evdən çıxırlar ki, yaxşı sürücüləri o dünyaya göndərsinlər. Yəni kəssinlər, sıxsınlar. Burada artıq qaydaları, təkcə qaydaları bilmək kifayət eləmir, Tural. Sıxırlar, kəsirlər. Məsəl üçün, bir situasiyanı deyim də. Məsəl üçün, demək, Heydər Əliyev prospekti ilə gələndə Bagirov mostu, bilmirəm nədir. Aşağı düşürük, üstələmə. Siz özünüz məndən yaxşı bilirsiniz ki, üstələmə, yəni zolağını dəyişmədən yanından ötüb keçmək. Bəli, biz tutaq ki, sol zolaqdayıq, biraz yavaş gedir, 50 ilə gedir, orada da özü birisi də 80-dır da orada. Bəli. Və biz hiss edirəm ki, tələbə üstələməyə getməyirsiniz. Siz də bilirsiniz, orada qarşı zolaqları beton dirəklər yox, orada qoşa zolaq. Bəli. Əslində o qoşa zolaq yaxşı sürücü üçün tabu, Azərbaycanca bilmirəm. Yəni olmaz. Tabudur, yəni qadağadır. Olmaz. Amma ki siz bilirsiniz axı nətər olur. Məsələn, kimsə sıxır, artıq o qoşa xətti kəsib keçirlər. Və qarşıdan maşın gəlir, Tural. Tələbə üstələmək istəyirəm, qazın ayağı çək. Məttəl baxır görəsən niyə? Axı keçməliyəm. Axı keçməliyəm də artıq keçməliyəm ki, qarşı maşın gəlir, keçir, sonra da indirəm qazı artır. Məttəl baxır niyə? Deyirəm, izah edirəm ona. Bax, biz qarşıdan maşın gələndə, iki zolaqdan iki maşın gəlir. Biz də bunu üstəliyirik. Bizim böyrümüzdəkinin qabağına tutaq ki, lük çıxır. Neynir? Bizim yolumuza çıxır. Sola verir. Sola verəndə qalacaqsan qarşıdan gələnlə. Arası heç nə eləyə bilməyəcəksən. Bəs yenə də baxır ki, bəs indi nə olur? Deyirəm, o keçir, işdi birdən sola versə, son zərurət adında bir şey var. Bəli. Düzdürmü? Sola verib sonra qaydırsan və heç kimi vurmursan da, düzdürmü? Yəni çox incəliklər var, Tural. Məqsəd nədir? Bu kurslardan gedən adam başa düşür ki, ən əsası, məsəl üçün bəziləri yazır, orada küləkdən işarət düşdü, neyini. Əsas məqsəd, mən balalarımın yanına çatmalıyım. Vəssalam. Məsələn, qaydalar harda qaydalarla gedirsən, harda, məsələn, yenə deyirəm, küləkdən işarət düşübsə yerə, sən onu təsəvvür edirsən, harda zolaq pozulubsa, onu pozmadan evə balalarımın yanına çatırsan. Və qalan texniki belə. Son zərurə demişsən, yəni qabağımıza lük çıxır. Bu zaman onun yanından necə keçmək lazımdır? Tural. Bunu son zərurə demək olmaz. Çünki o, bilirsiniz necədir? Bax, belədir. Çox adam neyinir? İnstinktiv müayinə öyrətmə. O qədər maşınlarını çox istəyirlər. O qədər. Lükü görən kimi daha güzgüzə söhbəti yoxdur. Sola verir, orada 100 minlik maşını vurur, sonra işə düşür. Deməli, mən... Yəni, indi gəlmə onu belə edir. İnsanlar bizi görmürlər. Ona görə biz vizual olaraq onları təsəvvür etdirir. Qarşımıza lük çıxır, bu zaman ilk hərəkətlər nədir? İlk hərəkət nədir? Ümumiyyətlə, yaxşı sürücü şəhərdəki bütün açıq lükları yadında saxlamalıdır. Bundan başlayaq. Tutaq ki, yadında saxlamayır. Deməli, uzaqdan gördük lüku, məsələn, və yaxud az qalıb da, onu sağdan soldan yox, imkan varsa, ortaya salın. Tutaq ki, bu da alınmadı. Tutaq ki, qaçırtmalısan. Əgər sən o anda güzgüyə baxmamısansa, Tural,
Mən tələbələrimə də deyirəm, gir lüka çıx. Gir lüka çıx. Hətta sedandırsa gir lüka çıx, heç nə olmayacaq. Maşın xarab olacaq, nə edəcək? Amma sən o güzgüyə baxmasan, rulu sola sağa fırlasan, elə bir belə faciələrlə qarşılaşa bilərsən ki, sonra deyərsən, yaxşı olardı ki, mən lüka girim. Başa düşürsünüzmü? O sanzurarətdə o lüka girmək olar Tural. Deməli belə, əgər qarşımızda maneə varsa, süni maneədir bu, lük şəklində, güzgüyə baxmadıqsa, manevr etmək məsləhətdir. Deyil. Allah bilir nə olar sən sola versən. Kimi vurarsan, kimi... Nə, belə də Tural. Salam Tural, çox istərdim köməyiniz dəysin bu məsələdə. Allah razı olsun. 8-ci kilometr qəsəbəsində üzü şəhərə gedəndə Koroğlu metrosunun keçəndən sonra köməkçi yolda əsas yola keçmək olmur. Beton qoyublar. 1 saatdan çox vaxt itirik. Hər gün işə gedəndə. Əsas yol isə bomboş olur. Belə insafsızlıq olmaz, çox son. Bu insafsızlıq deyil, yol hərəkətidir. Yol hərəkəti nədən ibarətdir? Yəni, siz əvvəlcədən ikinci yolu seçmişsinizsə, o yolla da gedəcəksiniz və yolun müəyyən hissəsində sizin əsas yola qovuşmaq imkanınız və şansınız olacaq. Yəni, sürücü öncədən müəyyənləşdirməlidir ki, o hansı zolaqla hərəkət edəcək. Mən bir şey maraqlıdır. Nəyə görə yol polisləri təhlükəsizlik kəməri taxmırlar? Yol hərəkəti haqqında qanunun 1-ci maddəsinin 1-ci fəslin 1-ci maddəsini oxusanız bilərsiniz. Operativ nəqliyyat vasitələrinin sürücüləri təhlükəsizlik kəməri taxmaya bilərlər. Həmçinin arxaya verən sürücülər, təlim nəqliyyat vasitələrinin sürücüləri və hamilə qadınlar. Aytural, Babək hamı deməli yanacaq doldurma stansiyasının qabağından çıxırlar. Üzbəyüz aləm dəyər bir-birinə. Artıq adi hal olub yazıb göndəriblər və bildim Babək prospektində haranı deyirsiniz. Orada yanacaq doldurma stansiyası elə yerdə tikilib ki, qeyri-ixtiyarı o yanacaq doldurma stansiyasından çıxanda üzbəyüzdə qalırsan həmin nəqliyyat vasitələri. Başqa üzə əhmətliyə gedəndə. Bəli. O çox belə qəribə situasiya yaranıb. Çox güman ki, orada beton ara kəsmələr olmalıdır və onlar üçün bir köməkçi yol ki, müəyyən müddət gedəndən sonra qoşulsunlar. Bu daha çox effekt olur. Amma belə düzünə çıxırsan. Tural, bir dənə əlavə eləyim. İndi o tikilməyib də olmalıdır. Ümumiyyətlə çıxışlar elə tikilməlidir ki, o çıxan bir dəfəlik düzgələnin qabağına çıxmasın. Hələ ki elə deyil. Hələ ki nə etmək olar? Bax, belə xatalı yerlərdə niyə bu olur? Deməli, o insan 5 dəqiqə elə bir ki, zapravka eləyir də. Elə bir ki, onun əvəzi mütləq Turaldan, Ağgüldən çıxmalıdır da ki, mən 5 dəqiqə. Yaxşı, nə etməli? Konkret. Bax, elə xatalı yerlərdə görürsünüz, bu dəqiqə çıxacaq, ya çıxa bilər, sağ zolağı götürməyin. Ona görə də həmin yerlərdə, axı qaydalar da deyir, imkan daxilində sağ zolağı götürün. Həmin yerlərdə imkan yoxdur, o dünyaya göndərə bilərlər çıxanlar. Ona görə orta zolağı götürün. Mən sizə bir şey deyim, Nobel prospektində bir neçə yanacaq doldurma stansiyası var və mən bir neçəsində təbii ki, o yanacaqları test etmək üçün, yoxlamaq üçün yanacaq götürmüşəm avtomobilim üçün. Mən sizə bir şey, hər üçündə də çıxdığın zaman yola çıxırsan və sağ kənar zolağa çıxacaqsan da. Yəni birdən-birə ikinci zolağa çıxmaq düzgün deyil. Biz gələn sürücü bilir ki, mən sağ kənar zolağına gedəcəm. Adam yenə də sağ kənarına gedir. Yəni fikirləşmək ki, çıxın buna, qoy çıxsın da. Yəni Allaha and olsun, fenomendir. Bu fenomendir. Deməli, biz necə gündə o yolu gedir və bilir ki, oradan zapravkadan çıxan normal sürücüdürsə sağ zolağa götürəcək. Anormal ikinci zolağa tullanır və onu nədənsə o bir sürücü buraxır. Amma Tural sakit sağ zolağa çıxanda əlbəttə Tural onu buraxmalıdır. Amma insanlıqdan gedirsə, görürsən ki, zolağı dəyişdi. Hadi orta zolağa. Yox, prinsipial siqnal da verir. Yenə deyirəm, yanacaq doldurma stansiyasından çıxanda o eləsə də Tural, siz onu buraxmalısınız. Hadisə olsa siz. Amma bir insanlıqdan gedir. Görürsən ki, bu əziyyətlə çıxmaq istəyir. Yox, həmin sağ zolaqla. Bu fenomendir. Bunu cəzalandırıcı. Yox, mənimdir, qardaş, sürəcək. Bax, bunu başa düşmürəm. Bəli, orada cəzalandırma gedir ki, yəni sən niyə görə bunu çıxardırsan? Bəli, sən niyə görə ora girmisən ümumiyyətlə? Sənə yanacaq lazımdır, gəl mən sənə verim. 497 46 22 zəng edirsə 81 55-ə SMS-ləriniz qəbul olunur. Görək sabah hava necə olacaq. Tural müəllim, mən maşını başmaqla sürə bilərəmmi yazıb göndəriblər. Ayaq geyimindən danışaq, elə sual bu cür olmaqla. Qanunla, başmaqla nəqliyyat vasitəsini idarə etmək qadağan deyil. Mən bir dəfə eləmək istədim, məndə alınmadı başmağını idarə etmək. Çünki ayağım sürüşürdü başmağın içərisindən. Və mən yenidən öz doğma krasovkalarıma qayıtdım Aqil müəllim. Ayaq geyimi sürücüdə daha rahat idarə etməsi üçün necə olmalıdır? Həm kişidə, həm qadında. Tural, bəzi şeylər var ki, məsələn, qanunda o deməli qeyd olunmayıb da ki, başmaqla olmaz. Amma mən sizə deyim ki, başmaqla idarə eləmək məsləhət deyil. Diktaban qadınlar üçün, məsələn, toya gedir, diktaban ayaqqabıda məsləhət deyil. Çünki o ilişəcək rezinə yazılmayıb ki, olmaz. Məsəl üçün, qadınlar soruşurlar məndə, bəs onda neyiniyim axı, mən bu ayaqqabı neyiniyim? Deyirəm, sənindir də maşın, düzdür?
Celofan torba götürürsən, o diktabanı qoyursan ora, bagajı heç kim görmür. Gəlirsən toyxananın yanına, oradan götürürsən maşının içində geyirsən onları. Çıxırsan maşından, hamı görür ki, sən nə ilə diktaban. Çünki bunun böyle olur, rezinə ilişir. Sonra bir məsələ də var ya. Tural, o insanın başmağının, giyiminin onun sürmə tərzinə təsiri var. O ruslar söz deyir, bezalabirinə. Başmaq orada köynək sallanır. Bu insanı elə bil ki rastlablayır. Başa düşürsən Tural? Yüngül olur, biraz başqa rahat olur. Rahat olmasa yaxşıdır. Mən də onu deyirəm ki, rul arxasında rahat olmayasan. Rul arxasında həmişə bir balaca naprijonu da, yəni gərgin biraz olmalı. Biraz gərginlik olmalı. Rul elə şey deyil ki, onun arxasında gərginlik təhlükə yaradar. Boşalanı o dünyaya göndərirlər. Kamaz çıxır sənin yoluna, göndərir o dünyaya. Bəs gərginlik təhlükə yaratmaz. Yəni gərginlik oldum, çaşdım. Deməli, biz necə gərginlik iki cür olur. Deməli, panik gərginlik. Ay Allah, mən nə edəcəm? Bir balaca da elə bil ki, nə bilim, hərbi təyyarə sürən adam tam boşala bilərmi? Yox. Düzdürmü? Bax, burada belə bir element vardı. O pis sürənlər bu sakit yol hərəkatını hardasa müharibə meydanına döndərirlər. Tural, burada tam boşalmadan söhbət gedə bilməz. Tural, salam, aleyküm salam. Dərnəgülə girməyin, yatmışam burada, 2 saatlı yoldayam, tozdan boğuluram, hamıya salam, imza Dinar. Dinar, pəncərəni bağlayın. Tural, salam, mən şəhər qayısından zəng edirlər, Babək prospektindən radara düşmüsən. Deyirəm ki, göndərin, qeydiyyatda olduğum Nizami rayonuna, deyirlər, biz göndərmirik. Birincisi, rayona yalnız o zaman göndərə bilər ki, siz uzaq rayonda yaşamısınız və s. və s. Sizi şəhər dövlət yol polisindən dəvət edə bilərlər. Bildiriş göndərildikdən sonra bildirişin tərkibi haqqında sizə məlumat verə bilərlər. Lakin bir şeyi müəyyənləşdirək. Bu nəqliyyat vasitəsi texniki pasportla sizin adınızdadırmı? Texniki pasportla sizin adınızdadırsa, sizə bildiriş gəlməlidir. Salam, zəhmət olmasa mənə vəsiqənin deməli cərimə ilə bağlı məlumat göndərəcəyik. İnşallah qardaş, salam, artıq dərəcədə xahiş edirəm, elan edin. 5 nömrəli xəstəxanadan Təbriz, yəni keçmiş Çapayevə gedəndə yol ayrıcında sola dönmək olmaz. Yəni bunu siz əmr edirsiniz, olmaz, yoxsa orada nişan var. Çünki mən orada bilmirəm, xəbərim yoxdur o nişan var yoxsa yox. 497 46 22 vaxtımız azdır. Zəng edilmirsə, amma 8155 SMS-ləriniz qəbul olunur. 1800 kub santimetr rastamoşka nə qədərdir? Ümumiyyətlə nəqliyyat vasitəsinin gömrük rüsumu onun qiymətindən də asılıdır. Yəni təkcə mühərrik həcmindən asılı deyil. Yazırlar. Salam Tural, mənə adam kimi dərs keçilən avtomobil məktəbi və ya kursu verin. Birisini məsləhət verə bilərsinizmi? Pullu da ola bilər. Təşəkkürlər. Ümumiyyətlə pulsuz avtomobil kursu olmur, səhv eləmirəmsə. Elə şey yoxdur dünyada. Və sizə normal və bütün qaydaları izah edərək yolda qorunmağınızı istəyirsinizsə 3w.profidefis.com saytına daxil olursunuz. Bizim məşqçimiz Aqil müəllim siz onunla əlaqə saxladıqdan sonra sizinlə məşğul ola bilər. Yəni əsas odur, siz sayta daxil olun, sayta baxın, bütün detallar orada var, şərtlər orada var. O şərtlər sizə uyğundursa, Aqil müəllimin nömrəsi var. Orada əlaqə saxlayırsınız. Aqil müəllim sizə bütün nüansları elə izah eləyəcək ki, siz qəzaya düşməyəcəksiniz. Düşsəniz artıq bu sizin artıq məsuliyyətsizliyiniz olacaq. Aqil müəllim günahı yox. Yəni diqqətli olmağı sizə Aqil müəllim öyrədəcək. 3w.profidefis.com saytı. Salam aleyküm qardaş və aleyküm salam. Sol xət orta xət doludur. Sağ xət boşdursa, sağ yolla sürüb getmək olarmı? Sol xət orta xət doludur. Sağ xət boşdursa, sağ yolla sürüb getmək olarmı? Tural, bilirsiniz necədir? Gənə deyirəm. Ötmə və üstələmə tamamilə başqa şeylərdir. Deməli, iki zolaq. Özü yaxşı yazıb onu. Bəzən sürücülər elə bilirlər ki, sol zolaq bəhk gedəndir. Amma hərdən görürsən, hamı gedib ora, sağ zolaq boşdur. Və burada biz əgər zolaqdan zolağa qaçmırıqsa, sağ zolaqdayıq, biz onu seçmişik. O biri zolaqlar ilişib, sağ zolaq boşdur. Biz onların yanından keçəndə bu üstələmə olur da, ya abiyez adlanır, ya da ki üstələmə alır. Burada qanuna zidd nə var ki? Əgər qadağan edici, gəl dəqiqləşdirək, qadağan edici nişanlar yoxdursa sizin həmin xəttə keçməklə bağlı, yəni bütün... O yazmamışdı ki, qadağan edici. Yoxdursa keçə bilərsiniz. Və yenə təkrar avtobus yolu olaraq nişanlanıbsa... Qardaş onu yazmayıb? Onu yazmayıb. Yəni avtobus, yəni mən əlavələr edirəm də. Yəni diqqət edin. Avtobus yolu üçün yolsa, yəni o yolda yazılıb ki, avtobus yolsa, siz ora girə bilməzsiniz. Tural, bir dənə də nüansı deyim. Bunun bir xatası var. Sol zolaqlar ilişib qalıblar.
sağ zolaq boşdur. Şübhəli dərəcədə boşdur. Şübhəli dərəcədə boşdur və sürücülərə bir şey deyim. Əgər bir yol boşdursa sevinib eləməyin. Çünki o soldakılar həmin zolağa ağızlarının suyu axa-axa baxırlar. Və nə ola bilər? Siz sürəti çox versəz, həmin o zolaqdan hətta bir yox, 2 maşın birdən-birə sağa verə bilər. Yəni ehtiyatla getmək lazımdır. 8155 SMS-ləriniz qəbul olunur. Dostlarımız haqqında məlumat verəcəm, amma bir neçə SMS var, onları oxuyum və sağollaşım. Salam, atam rəhmətə gedib, bir dilən çoxdur, Allah rəhmət eləsin. Qaz 24 maşını adıma salmağa nə qədər xərcim var? Etibarnamə olmayıb, 2012 texniki baxış yoxdur. Deməli belə, rəhmətliyin bir vərəsəli kağızı olmalıdır. Həmin nəqliyyat vasitəsinə vərəsə müəyyənləşdirilməlidir. Bunu notariusdan alırsınız. Notariusdan bunu aldıqdan sonra siz nəqliyyat vasitəsindən adınıza keçilə bilərsiniz. 17 manat texniki pasport, 22 manat nömrə, üstəgəl texniki baxış o maşının mühərrik həcmindən asılı olaraq. Salam Tural müəllim, mənim maşınım 2010-dur. Texniki baxışda nə vaxt keçməliyəm? 2014-də. Bugünlük bu qədər, avtostop bitir.